Hədislərlə o mənasına baxırsan da. Məsələn, tutaq ki, böyük şirki necə alə? Məsələn, ayədə Allah Subhanahu taala buyurur ki, kim Allah'a şərik qoşsa, Allah Subhanahu taala onu cəhənnəmə salacaq və ya Allah taala heç onu bağışlamayacaq. Və ya məsələn, Allah taala onun bütün əməllərini batil edəcək. Bu ayələrdən görsən ki, bu böyük şirkdən gedir söhbət. Amma məsələn, tutaq ki, hədislərlə kiçik şirki, məsələn, bu hədis kimi. Ən qorxduğum şirk, kiçik şirk dedilər, nədir? Riya. Aydındır, yəni artıq bunu aydın olur ki, bu nədir? Kiçik şirkdir, çünki böyük şirkin buna vəd gəlməyib, yəni əbədiyyən cəhənnəmlik gəlməyib. Və ya məsələn, böyük şirkdə gəlir ki, bəzi ailələr var ki, Allah Allah başlamış heç ola, əbədiyyən cəhənnəmlikdir. Artıq bilirsən. Yəni, bu cür ayırırsan. Dərsin əvvəlində sən iştirak eləmədin, ona görə? Yox, aha, faydasına. Yəni, kiçik şirkdən böyük şirki belə ayırırsan. Düzdür, bunu ayırmaq üçün indi ola bilər, elmi olmayan ayrı bilməsin, amma belədir. Necə ki, böyük günahlar, kiçik günahlar, onlar da belədir. Yəni, riyadan başqa hansı şirkdə gizli, kiçik şirk? Məsələn, riyadan başqa Allahdan qeyrisinə and içmək. Və ya məsələn, demək ki, Allah və sən olmasaydı onun. Demək olmaz elə. Allah sonra sən demək olar. Allah və sən demək olmaz. Allahla bir tutma onu. Gözmüncüğü, üzərliyi, gözmüncüğü, üzərliyi, bunlar hamısı şirkdir. Məsələn, nəsə taxmaq üstü və dua və ya məsələn, şirk, pələn dişi, akulan dişi, talismandır, sənin qoruyucu zat. Bunlar şirkdir, aydındır. Valla ki, kiçik şirk yaddan çıxarma ki, kiçik şirk, böyük şirk ola bilər. Biri var, məsələn, taxan, onun səbəb kim baxır? Biri də var ki, taxan deyir ki, budur məni qoruyan. Həmçə şəkillər də daxildir, aydındır, oturub bir stolda. O şəkillər də daxildir və ya məkislərin ətrafında. Çox az sürücülər bunu qoyur ki, gör ki, bu şirkdir. İndi kiçik şirkdir, lakin böyük şirk ola bilər. Etiqad eləsə ki, o şəkil onu qoruyur, böyük şirkdir. Lakin etiqad eləsə ki, bu şəkil vasitədir, bu şirk olmaz. Aydındır, həmçinin daxildir buna tikanlar, at nalı, aydındır, at nalı daxildir buna və s. zirzibil. Qəbirlərdən istəmək xatirə, o şirkdir. Allahdan kimisə xatirinə istəmək, o bidədir. O bidədir, o şirkə yoldur. O şirkə yoldur. O şirkə yoldur. Aydındır? Bizdən də sual edir, bu təvəkkül məsələsində bu. Bir iş görürsən, məsələn, özün baxsan. Doğru səbəblə, bu təvəkküldə şirkdir. Tutaq şeytan məsələsində, özün arxanı o problemdir. O problemdir, o şirkə girir. Yəni, özüvə arxayın olmayacaq. Yəni, məsələn, özüvə arxayın tutaq ki, o belə ola bilər ki, sən bilirsən bu işi. Gedirsən, lakin bilirsən ki, etiqadında budur ki, onsuz da hər şey Allahın əlindədir. Belə heç olmaz. Fikirləşmək özün barədə, amma etiqadında odur ki, hər şey Allahın əlindədir. Amma, gelirsən, deyirsən, yox, bu mənlikdir. Hərdən deyirlər, mən eləmişəm, mən heç kəs eləməyib, mən eləmişəm özüm. Allah da heç aid eləmir buna, o artıq şirkdir. Allahın rəhmi ilə əsas işləri mən görmüşəm. Allahın köməyi ilə, Allahın xəlqi ilə, Allahın izni ilə bunların hamısını mən görmüşəm. Yəni, qəsd odur ki, məxluqların içində başqası görməyib. Allahla sonra mən görmüşəm. Demək olar ki, təsadüfən mən yox, təsadüfdən çəkin, çalışma lazım, təsadüf sözündən çəkin. Demək olar ki, mən belə gördüm, yəni qədərdə belə imiş. Qədərdə belə imiş. Aydındır, qardaşlar? O, cənnətə daxil olan peyğəmbərlərin ruhu ilə şəhidlərin ruhu, cəsəd deyilir ona... Yox, cəsəd yox, cəsədlər buradadır. İndi cəsəd, qiyamət günü də cəsəd daxil oynayacaqsa, ruhlar hansı daxil oynayacaq? Yox, qiyamət günü artıq hamı cəsədlə girəcək. Düzdür, cəsəd indi böyüyəcək, bu formada olmayacaq, biraz başqa cür olacaq cəsəd. Hə, amma böyüyəcək. Amma cəsədlə girəcək amma. Ruhla sadəcə indi girilir. Aydın qardaşlar? Necə böyüyəcək? Yəni böyüyəcək, cəsədlər böyüyəcək ki, cənnətdə ləzzət çox alasan, cəhənnəmdə də əzab çox olsun. Aydındır?
Çünki əziyyət çox olsun. Çünki cənnətdə, cəhənnəmdə bədənlər oxşasa da, lakin başqa cür biraz olacaq, keyfiyyət var. Təkəbbürlü insanlar qısa olacaq onda. Təkəbbürlü? Yox, sadəcə rəzil olacaqlar o gün. Qısa yox. Hə? Əvvəl də insanlar böyük olub, heyvanlar kimi. Heyvanlar qisminə baxsan, insan da heyvanlar qismindən biridir axı. Heyvanlar böyük olublar qabaqlar. Sonra balacalaşıblar. Get-gedə balacalaşıb. Peyğəmbər sallallahu hədisdə gəlib də ki, Adəm əleyhissalamdan danışanda böyüklüyündən sonra deyir ki, insanlar ta get-gedə cılızlaşır. Yəni balacalaşdır. Dinozavrlar belə şeylər olub. Olub hə, əlbəttə. Dinozavrlar olub. Sümükləri tapırlar da. İnsan böyük olduğu kimi, məsələn, heyvanlar belə böyük olur. Bəli, bəli. Bəli. O belə. Yaxşı qardaşlar, Allah belə düzün. Axırıncı sual. O sizdə belə bir şeylər var, yəni. Sizdə Allah subhanətələ, məsələn, axırda insan adına görə onu cənnətə sala bilər, ya bağışlaya bilər ya. Adına görə? Məsələn, insan adı Muhammeddir, günahlarını bağışlayar o adı. Yox, yox. Yaxşı qardaşlar, Allah belə düzün. Salam aleykum, rahmetullah, barakatuh. Yaxşı qardaşlar, namaza nə qədər qalıb? 8 də. Fazla versə 7. O uşaq məşqə deyil, zəng